Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Burada bir sadə testi Şərq şəhəri əsəri hansı sənət növünə aiddir? Çoxu Şərq şəhəri əsərini ya görməyib, ya da ümumiyyətlə diqqət etməyib. Bu 7-ci sinifdə bir dərsdədir. Burada işıq kölgə dərsində, instalyasiya dərsində və işıq kölgə burada kölgələrlə yaradılan əsərdir ki, hansı ki o fəza kompozisiyası adlanır. Onu çəkmirlər, onu quraşdırırlar. Yerləşdirmə, montaj deməkdir. Yəni Şərq şəhəri əsərinin müəllifi Rəşad Ələkbarovdur orada və onun bu da hansı sənət növünə aid olacaq? Təbii ki də instalyasiyaya aid olacaq. İllüstrasiya bilirik ki, yəni görünüş deməkdir. İnkrustasiya bu mebellərdə, zərgərlikdə istifadə olunan texnikadır. Miniatürdə özünüz bilirsiniz. Deməli, əsas burada doğru cavab C variantı.